Herkese salam millət, mən Yusuf Uzayev, yeni videomuza xoş gəlmişsiniz. Bugünkü videomuzun qonağı BMW F30'dur. Avtomobilin arxa görünüşünü belə sizə göstərəcək olsam, bir dənə egzoz çıxışımız var. Avtomobil bunu da bildirmək istəyirəm ki, dizel bir avtomobildir. Birazdan motor xalanın ikisində at gücü falan hamısını deyəcəm sizə. Təkərlərə fikir verməyin, sadəcə ailə üçün sürüldüyü üçün beləncə bir şeydir. Avtomobil xaricdən gəlib, xəbəriniz olsun. Azərbaycanda olmayıb, yəni ilk də Azərbaycanda bu maşın, yəni ki, xaricdən gəlib. Burada BMW yazısını görə bilirsiniz. Beləncə görsədə bilsəm, BMW-nin artıq köhnə modellərində hamımızın bildiyi kimi plastik, dəriyə oxşar bir plastikimiz var. Beləncə ümumi olaraq odur. Sadəcə burada yumşaq bir dəridən istifadə olunub, çox az yumşaqdır, yəni ki. Liftlə aşağı düşüb qalxan bir şüşəmiz var, bunu bilin. Sonra beləncə dəridən istifadə olunan bir oturacağımız var. Sadəcə çox rahat deyil də, yəni ki, bunu necə deyə bilərəm. Beləncə bir sonradan qoyulma ayaqaltımız var, amma öz ayaqaltısı çox qəşəng yumşaqdır, yəni ki. Ləkə olmasın deyə bunu sonradan qoyublar, yəqin ki. Beləncə bir dənə burada 12 volt girişimiz var. Çoxdan Sovetdən bildiyi ki, yəni o sağları orası siqaret yandırmaq üçün. Bax ondandır. 12 volt. Sonra beləncə bir dənə telefon qoymağa yerimiz var. Telefon deyək ki, yəni bura nəsə qoymaq üçün belə bir girişimiz var. Qoymaq üçün. Sonra ortadan beləncə bir stəkan falan qoymaq üçün yerimiz var. Beləncə əl qoymağa, stəkan qoymağa yerimiz var. Beləncə bunları bağlayırıq. Bunu da bağlayırıq. Belə. Arxada kolonka falan yoxdur. Beləncə bir sistemimiz var burada, belə görsədə bilsəm sizə. Bu beləncə bir kəmərimiz var burada, nəyisə bərkitmək üçün falan burada istifadə oluna bilər. Belə. Avtomobilimizin salonu beləncidir. Belə görsədim. Güzgüləri rahatlıqla aça bilirsiniz. Təbii ki, bundan istifadə edirsiniz. Baxın. Eyni vəziyyətdə iki tərəfi də bağlayır. Beləncə bunu açaq. Avtomobilimizin bu tərəfində nə yerləşir? Sol tərəfdə. Sol tərəfdə yerləşir aydınlatdırma sistemi, işıqları yandırma, söndürmə. Sonra favoritlərimiz yerləşir. Beləncə. Burada multi rolumuz var. Çox da multi olmasa, mahnı azaltmaq, modları dəyişmək, modu buradan dəyişirsiniz, kodunu azaldıb, kodunu çoxaldırsınız. Eyni sistem burada da var. Maşından misal bəzi şeylər danışmaq olur buradan, yəni ki, mikrofona qoyursunuz, səs azaldırsınız falan, belə bir şeylər, zəngi açmaq üçün. Radio falan dəyişməyə buradan dəyişə bilirsiniz. Eyni sistem burada da var, burada da var. Yəni buradan radio kod deyib, mahnı kodu azaltmaq, radio sistemləri burada dəyişmək, disk və klima